11-ci fəsil İmam Həsən Əskəri əleyhisselamın həyatı. İmam Həsən Əskəri əleyhisselamın dövründə siyasi ictimai vəziyyət, imamın təhlükəsizlik tədbirləri, imamın 7 cəhətli fəaliyyəti, qeyb elmindən geniş istifadə, şiələri qeybə çəkilmə dövrünə hazırlamaq, həqiqətin parlaq siması. İmam Həsən Əskəri əleyhisselamın həyatı barədə qısa məlumat. Şiələrin 11-ci imamı Həzrət Həsən Əskəri əleyhisselam hicrətin 232-ci ilində anadan olmuşdur. Atası 10-cu imam Həzrət Əli Yənnəqi əleyhisselam, anası isə Hüdeysə adlı təqvalı bir qadın olmuşdur. Bəzi tarixçilər onun adını Süsən qeyd etmişlər. Bu qadın təqvalı və İslam baxışına malik bir qadın olmuşdur. Onun fəzilətinə gəldikdə isə bunu demək kifayət edər ki, o İmam Həsən Əskəri əleyhisselamın şəhadətindən sonra o cür böhranlı bir vəziyyətdə şiələrin pənahgahına çevrilmişdi. İmam Həsən Əskəri əleyhisselam Əbbasi xəlifəsinin əmri ilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılmışdı. O, həzrətin digər məşhur ləqəblərindən biri Nəqi, başqa birisi Zəki, künyəsi isə Əbu Muhammed olmuşdur. O, həzrət 22 yaşındaykən atası şəhadətə yetişmişdi. 6 il şiələrin imamı olmuş, ümumilikdə isə 28 il yaşamışdır. Hicrətin 260-cı ilində şəhid olmuş və Samirra şəhərində öz evindəcə atasının qəbrinin yanında dəfn olunmuşdur. İmam Həsən Əskəri əleyhisselamın müasiri olmuş xəlifələr. İmam Həsən Əskəri əleyhisselam imam olduğu qısa müddət ərzində bir-birindən zalım olan 3 Əbbasi xəlifəsinin müasiri olmuşdur. Bu 3 xəlifə aşağıdakılar olmuşlar. 1. Əl-Mü'təz billah, 2. Əl-Muhtədi billah, 3. Əl-Mu'təmid. Qiyama başladıqları ilk gündə Ələvləri himayə etmək və Bəni Üməyyədən onların intiqamını almaq adı ilə ayağa qalxmış Bəni Abbas, cəmaata verdiyi vədlərə əməl etməkdən imtina edərək, Bəni Üməyyə xəlifələri kimi bəlkə onlardan da çox zülm etməyə, özbaşınalığa başlayırlar. İmam Həsən Əskəri əleyhisselamın dövründə yaşamış Abbasi xəlifələrinin çirkin əməllərini göstərmək üçün onların hakimiyyətinə və bu müddət ərzində baş vermiş hadisələrə qısa nəzər salaq. 1. Əl-Mü'təz. Mü'təz mütəvəkkilin oğlu olub, xəlifə Müstəinin hakimiyyətdən salınmasından sonra xilafət başına keçərək öz əcdadlarının yolunu davam etdirmişdir. Mütəvəkkilin ölümündən sonra dövlətin mühüm vəzifələrini türklər ələ keçirərək hakimiyyəti ələ alaraq, xəlifə onlara rəhbərlik etmək əvəzinə onlar xəlifəyə rəhbərlik edirlər. Əgər xəlifə onların dediyinə əsasən hərəkət etməsəydi, dərhal onu devirər ya da qətli üçün plan cızardılar. Aşağıda qeyd edəcəyimiz hadisə də bu həqiqəti sübut edir. Bir gün Mü'təz öz yaxın adamlarını bir yerə toplayır. Sonra bir münəccim çağırtdırıb hakimiyyətdə olacağı müddəti müəyyənləşdirmək istədi. Bu zaman məclisdə hazır olub peşəsi lətifə danışmaq olan bir şəxs deyir, mən onun nə qədər hakimiyyətdə olacağını və hətta nə qədər yaşayacağını münəccimdən daha yaxşı bilirəm. Sonra isə öz fikrini belə açıqladı. Nə qədər ki, türklər onu, Mü'təzi, himayə edib hakimiyyətdə qalmasını istəyirlər, o hakimiyyətdə qalacaq. Ancaq elə ki, onların əlaqəsi ondan kəsildi, həmin gün onun hakimiyyətinin sonudur. Mü'təzzin öldürülməsi. Türklərin sarayda böyük nüfuza malik olması nəticəsində vəziyyət elə alınmışdı ki, xəlifə ancaq simvolik bir məna daşıyır, bütün işləri isə türklər yerinə yetirirdi. Bir gün bir dəstə türk Mü'təzzin sarayına girib onu sürüyə-sürüyə bir otağa aparırlar. Sonra onu kötəklə döyüb köynəyini yandırır, özünü isə sarayın həyətində günün altında qoyurlar. Həmin gün hava həddən artıq isti idi və heç kim ayağını yerə basa bilmirdi. Türklər Mü'təzzi hakimiyyətdən çıxarıb, bir neçə nəfəri də buna şahid tutdular. Sonra isə vəzifədən kənarlaşdırılmış xəlifəni öldürmək məqsədi ilə bir nəfərə tapşırırlar. Ona deyirlər ki,
onu öldürmək üçün ac, susuz saxla, çoxlu əziyyət ver. Beləliklə, yarımcan olmuş xəlifəni bir sərdabəyə salıb sərdabənin qapısını bağlayırlar və Möhtəz diri-diri torpağa bastırılır. 2. Əl-Muhtədi. İmam Həsən Əskəri əleyhissalamın müasiri olmuş ikinci, ümumilikdə isə 14-cü Abbasi xəlifəsi olmuş Muhtədi, Hicrətin 255-ci ilində qardaşı Möhtəzin ölümündən sonra hakimiyyətə gəlir. O da qardaşı kimi heç bir sərbəstliyə malik olmur və Abbasilər sarayındakı türklərin oyuncağına çevrilir. Muhtədi digər Abbasi xəlifələri ilə müqayisədə ədalətli və orta səviyyəli bir şəxs olmuş, əxlaq, rəftar və davranış baxımından Bəni Üməyyə xəlifələri arasında Ömər İbn Əbdüləzizdən heç də geri qalmırdı. O bəzi vaxtlar deyirdi, Əməvi xəlifələri arasında heç olmasa bir nəfər Ömər İbn Əbdüləziz ədalətli xəlifə olmuşdur. Bizim üçün eyibdir ki, Abbasi xəlifələri arasında bir nəfər ona oxşamasın. Buna görə də o, Ömər İbn Əbdüləziz kimi mümkün qədər cəmaatın şikayətlərinə yetişir, yemək, içmək və geyimdə nisbətən ədaləti qoruyurdu. O hakimiyyətə gəldikdən sonra saraydan əyləncə və şərab məclislərini yığışdırdı. Tarixçilər bu barədə kifayət qədər yazmış və onun bu hərəkətini təqdirə layiq bilmişlər. Belə nəzərə çarpır ki, Muhtədinin bu işdən məqsədi siyasi-ictimai gedişatı qorumaq olmuşdur. O yaxşı başa düşürdü ki, cəmiyyət arasında ondan da layiqli və savadlı şəxslər var və belə olduğu halda o hökuməti onlara təhvil verməli, özü isə kənara çəkilməlidir. Bu hərəkətləri ilə o, özünə sosial baza toplamaq istəyirdi. Yoxsa tarixçilər demişkən günlərini oruc halında keçirib, duz çörək və sirkə ilə iftar edən şəxs öz nəfsini elə ram etməlidir ki, əsla hakimiyyət fikrində olmasın. Halbuki Möhtədi də qardaşı Möhtəz kimi öldürüldüyü günə qədər hakimiyyətdə olmuşdu. Tarix onun kimi xəlifələri çox görüb və bu cür hərəkətlərin ilahi məqsəd daşıması ağla batası deyil. Muhtədinin dünyatələb və zalımlığının ən aşkar sübutu budur ki, o İmam Həsən Əskəri əleyhissalamı həbs etdirir və o həzrət onun hakimiyyətinin son gününə qədər zindanda qalır. Hətta Möhtədi imamı öldürmək fikrinə də düşmüşdü. 3. Əl-Mu'təmid. İmam Həsən Əskəri əleyhissalamın müasiri olmuş 3-cü Abbasi xəlifəsi Mu'təmid olmuşdu. İmam Həsən Əskəri əleyhissalam imamət dövrünün 4 ilini onun hakimiyyəti vaxtında keçirmişdi. Mu'təmid Hicrətin 229-cu ilində anadan olmuş, 256-cı ildə türklər vasitəsilə hakimiyyətə gəlmiş və 279-cu ildə vəfat etmişdir. Tarixçilər Mu'təmidin əmsi oğlu Möhtədi barədə təqdir layiq sözlər yazıb, onu nisbətən tərifləmişlərsə, ondan fərqli olaraq Mu'təmidin əxlaq pozunluğuna dair kifayət qədər məlumat yazmışlar. Hamı yekdilliklə qeyd etmişdir ki, o, kef damaq, eş-işrət vurğunu olmuş və əsla cəmaatın çətinliklərinə yetişməmişdir. Buna görə də cəmaat ondan əl götürmüş və onun qardaşı Müvəffəqə, Təlhəyə ümid bəsləmişdi. Mu'təmidin başı həddən artıq əyyaşlığa qarışdığından, hakimiyyəti onun qardaşı Müvəffəq idarə edirdi. Tarixçilər Müvəffəqin Mu'təmidin xəlifə olduğu müddət ərzində iqtidarda olduğu barədə yazırlar. Zahirdə Mu'təmidin xəlifə olmasına baxmayaraq, hökuməti əsas idarə edən Müvəffəq olmuşdur və Mu'təmidin yalnız quru adı var idi. İmam Həsən Əskəri əleyhissalamın dövründə siyasi-ictimai vəziyyət. Qeyd etdiyimiz kimi Abbasi xəlifələri imamlara qarşı əllərindən gələn bütün təzyiqləri həyata keçirirdilər. Bu təzyiqlər İmam Cavad əleyhissalam, məxsusən İmam Əli Yənnəqi əleyhissalam və İmam Həsən Əskəri əleyhissalamın Samirrada olduğu dövrdə özünün son həddinə çatır. Abbasilərin hökuməti zamanı yaşamış 3 imam bu təzyiqlərin şiddətindən cavan yaşlarındaykən şəhadət şərbətini içmişdir. İmam Cavad əleyhissalam 25, İmam Əli Yənnəqi əleyhissalam 41, İmam Həsən Əskəri əleyhissalam isə 28 yaşında şəhid olmuşdur. Üçünün yaşını bir-birinin üstünə gəldikdə cəmi 94 il edir. Bu isə onlara qarşı yönəldilmiş təzyiqlərin nə dərəcədə güclü olduğunu göstərir. İmam Həsən Əskəri əleyhissalama qarşı olunan təzyiqlər
özündən qabaqki 2 imama olunmuş təzyiqlərdən çox olmuşdur. Bunun isə 2 səbəbi var. 1. İmam Həsən Əskəri əleyhissalamın dövründə şiələr İraqda böyük bir qüdrətə sahib olmuşdular. Bütün cəmaat da bilirdi ki, onlar rəsmi xəlifəyə qarşı mənfi mövqedə durur və Abbasi xəlifələrinin heç birini rəsmən xəlifə kimi qəbul etmirlər. Onların fikrincə İslamda xəlifəlik məqamı Həzrət Əli əleyhissalamın övladlarına məxsusdur. O dövrdə də bu ailənin parlaq nümayəndəsi məhz İmam Həsən Əskəri əleyhissalam olmuşdur. Şiələrin böyük bir qüdrətə çatmasını Möhtəmidin vəziri Übeydullahın bu məsələyə etiraf etməsi də təsdiq edir. Belə ki, İmam Həsən Əskəri əleyhissalamın şəhadətindən sonra o həzrətin qardaşı Cəfər Kəzzab Übeydullahın yanına gəlib deyir: "Əgər sən məni qardaşımın yerinə imam təyin etsən, mən bu işə görə sənə ildə 20.000 dinar pul verərəm." Vəzir Übeydullah onun bu sözündən qəzəblənib deyir: "Axmaq, xəlifə sənin atanı İmam Əli Yənnəqi əleyhissalamı və qardaşını imam bilənlərin üstünə bu fikirlərindən dönmək üçün o qədər qılınc çəkdi, ancaq onları öz fikirlərindən döndərə bilmədi. Nə qədər çalışsa da buna nail olmadı. Əgər sən də şiələrin fikrində imamsansa, onda xəlifəyə filana ehtiyac yoxdur. Yox, əgər onların fikrincə imam deyilsənsə, onda bizim səyimizin bir xeyri olmayacaq." 2. Abbasilər sülaləsi və onların davamçıları bir çox rəvayətlərə əsasən bilirdilər ki, bütün azğın hökumətləri tarımar edəcək vəd edilmiş Məhdi əleyhissalam İmam Həsən Əskəri əleyhissalamın nəslindən olacaq. Buna görə də onlar daima İmam Həsən Əskəri əleyhissalamı təqib edirdilər ki, oğlunu ələ keçirib öldürsünlər. Necə ki, Firon Musa əleyhissalamı uşaqlığından ələ keçirmək üçün əbəs yerə səy edirdi. Bu barədə İmam Həsən Əskəri əleyhissalamın şəhadəti bölməsində ətraflı məlumat verəcəyik. Yuxarıda qeyd etdiyimiz 2 səbəbə görə 11-ci imama qarşı təzyiqlər həddən artıq çox idi və hər tərəfdən o həzrət nəzarət altına alınmışdı. Əbbasi xəlifəsi İmam Həsən Əskəri əleyhissalamın mühüm ictimai nüfuz və mövqeyindən o qədər narahat idi ki, o həzrəti həftənin 1-ci və 4-cü günləri saraya gəlməyə məcbur etmişdi. Xəlifə Möhtədi də İmam Həsən Əskəri əleyhissalamı tutub həbs edir və Möhtəz kimi o da imamı qətlə yetirmək istəyir. Lakin Allah buna icazə vermir və türklər onun öz əleyhinə qiyam edərək onu öldürürlər. İmam Həsən Əskəri əleyhissalamın təhlükəsizlik tədbirləri. Dediklərimizdən əlavə əldə olan bir sıra tarixi sübutlar bir tərəfdən Abbasilərin imama və eləcə də o həzrətin şiələrinə qarşı yönəltdiyi hilə və xaincəsinə işlətdikləri planların nə dərəcədə olduğunu, digər tərəfdən isə imamın çox diqqətli olduğunu və həyata keçirdiyi təhlükəsizlik tədbirlərini müəyyənləşdirir. Aşağıda qeyd edilmiş məqamları buna dair nümunə göstərmək olar. 1. Əbu Haşim Davud İbni Qasım Cəfəri deyir: "Biz bir neçə nəfər zindanda olarkən İmam Həsən Əskəri əleyhissalam və qardaşı Cəfəri də zindana gətirirlər. İmam Həsən Əskəri əleyhissalama hörmət əlaməti olaraq ona xidmət etmək məqsədi ilə o həzrətə yaxınlaşdıq. Orada bizimlə birgə əcəm, yəni qeyri-ərəb bir şəxs də var idi və o, Ələvilərdən olduğunu iddia edirdi. İmam diqqətini ona cəlb edib buyurdu: "Əgər aranızda sizdən olmayan bir şəxs olmasaydı, sizin nə vaxt azad olacağınızı deyərdim." Sonra isə həmin əcəm şəxsə buyurdu ki, qırağa çıxsın. O da qırağa çıxdı. Sonra o həzrət buyurdu: "O sizin danışdıqlarınız barədə xəlifə üçün məlumat toplayıb, onu kağıza yazaraq paltarlarının arasında gizlətmişdir. Orada olanlardan biri onun paltarlarını axtarıb yazdığı məlumatı tapdı. Bizim haqqımızda çox əhəmiyyətli, eyni zamanda təhlükəli məlumatlar yazmışdı. Bu hadisədən belə başa düşülür ki, Abbasilər imama və şiələrə nəzarət etmək məqsədi ilə hətta zindanda da onların üstündə gizli nəzarətçi saxlayırmışlar. 2. İmam Həsən Əskəri əleyhissalamın Əhməd İbni İshaq adlı bir sahabəsi deyir: İmam Həsən Əskəri əleyhissalamın hüzuruna gedib, ondan bir şey yazmasını xahiş edərək dedim: "Sizin xəttinizi görmək istəyirəm, qoy bir məktub gəldikdə xəttinizi tanıyım və düşmən sizin adınızdan məktub yaza bilməsin." O həzrət buyurdu:
Mənim xəttim bir məktubda bəzi hissələrdə nazik qələmlə, bəzi hissələrdə isə enli qələmlə yazılmışdır. Əgər bir məktubda bu cür xətt fərqi görsən, qorxma, mənim məktubumdur. 3. İmamın səhabələrindən biri deyir, biz bir neçə nəfər Samirra şəhərinə getdik. Gözləyirdik ki, İmam Həsən Əskəri əleyhissalam evdən çıxsın və biz onu küçədə görək. Bu vaxt o həzrətdən bizə bu məzmunda bir məktub yetişdi. Heç biriniz mənə salam verməyin, heç biriniz də mənə tərəf yaxınlaşmayın. Çünki bu sizin canınız üçün təhlükəyə səbəb olar. 4. Əbdüləziz Bəlxi deyir, bir gün qoyun bazarına tərəf gedən küçədə oturmuşdum. Birdən şəhər darvazasına tərəf gedən İmam Həsən Əskəri əleyhissalamı gördüm. Ürəyimdə dedim, yaxşı olar ki, ey cəmaat, bu Allahın hüccətidir, onu tanıyın deyə qışqırım. Ancaq fikirləşdim ki, onda məni öldürərlər. O həzrət mənə yaxınlaşarkən mən ona baxdıqda, barmağını ağzına tutub mənə işarə etdi ki, sakit olun. Mən tez ona tərəf gedib əl-ayağını öpməyə başladım. O mənə buyurdu, ehtiyatlı ol, əgər bu sirri faş etsən, həlak olarsan. Həmin gün axşam imamın hüzuruna getdim. O həzrət mənə buyurdu ki, gərək sirri saxlayasınız, yoxsa öldürülərsiniz. Özünüzü həlak etməyin. 5. İmam Həsən Əskəri əleyhissalamın dövründə Ələvlərdən biri işləmək məqsədi ilə Samirradan çıxıb, Cəbəl, İranın qərb hissəsindəki dağlardan Həmədan və Qəzvinədək olan ərazi şəhərlərindən birinə gedir. İmamın dostlarından olan hələvanlı bir şəxs onunla rastlaşıb soruşur, haradan gəlmisən? Samirradan, filan məhəllə və küçəni tanıyırsan? Bəli. İmam Həsən Əskəri əleyhissalamdan xəbərin varmı? Xeyr. Bura nə üçün gəlmisən? İşləmək üçün. Mənim 50 dinar pulum var, onu götür, birlikdə Samirraya gedək. Məni orada İmam Həsən Əskəri əleyhissalamın evinə apar. Ələvi şəxs qəbul edib onu imamın evinə aparır. Bu hadisədən məlum olur ki, hökumətin ciddi təqibi nəticəsində İmam Həsən Əskəri əleyhissalamın yanına getmək həddən artıq çətin olmuşdur. Bundan əlavə, hələvandan olan kişinin ələvi şəxsə onu İmam Həsən Əskəri əleyhissalamın evinə aparmasına görə bu məbləğdə pul verməsi o dövrdə imamla görüşməyin nə qədər əhəmiyyətə malik olduğunu göstərir. Çünki o vaxt 50 dinar pul böyük məbləğ olmuşdur. Ona görə ki, bəzi alimlər o vaxt bir dinarı bir dəvənin pulu, bir dəvəyə bərabər hesab etmişlər. Deməli, o vaxtın 50 dinarı dəyər baxımından indiki dövrdə 50 dəvənin qiymətinə bərabər olmuşdur. İmam Həsən Əskəri əleyhissalamın 7 cəhətli fəaliyyəti. Əbbasilər hökumətinin amansız təqibinə, bu qədər əzab-əziyyətlərinə baxmayaraq, İmam Həsən Əskəri əleyhissalam bir sıra siyasi, ictimai və elmi fəaliyyətlər göstərmişdir. O həzrətin fəaliyyətlərini aşağıdakı şəkildə xülasə etmək olar. 1. İslam dininin müdafiəsi uğrunda göstərdiyi elmi fəaliyyətlər, müxaliflərin şübhə və iradlarını rədd etmək və əsl İslam ideyasını cəmaata çatdırmaq. 2. Nümayəndələr təyin etmək, qasid və məktublar vasitəsilə uzaq yerlərin şiələri ilə əlaqə saxlamaq. 3. Əbbasilər hökumətinin son dərəcə nəzarətinə baxmayaraq, gizli siyasi fəaliyyət. 4. Şiələri, xüsusən də yaxın dostlarını maliyyə cəhətdən təyin etmək. 5. Mühüm şiə ünsürlərini müşkülat qarşısında siyasi baxımdan qüvvətləndirmək. 6. İmaməti inkar edənləri cəlb etmək və şiələri arxayınlaşdırmaq üçün qeybi məlumatlardan geniş istifadə etmək. 7. Şiələri öz oğlu 12-ci imamın qeybə çəkilməsi dövrünə hazırlamaq. İndi isə bu fəaliyyətlərin hər birini ayrı-ayrılıqda şərh edirik. 1. Elmi fəaliyyətlər. Düzdür, İmam Həsən Əskəri əleyhissalam Abbasilər hökumətinin yaratdığı o cür pis və məhdud şəraitdə öz geniş elmini bütün cəmiyyətə çatdıra bilməzdi. Lakin buna baxmayaraq o həzrət çətinliklə də olsa, hər birinin İslam maarifini yaymaqda və düşmənlərinin iradlarını rədd etməkdə böyük rolu olmuş və neçə şagird yetişdirmişdi. Şeyx Tusi o həzrətin şagirdlərinin sayının 100-dən çox olduğunu qeyd etmişdi. Onların arasında Əhməd ibn İshaq Əşəri Qummi, Əbu Haşim Davud ibn Qasim Cəfəri, Abdullah ibn Cəfər Himyəri, Əbu Əmr Osman ibn Səid Əmri,
Əli ibn Cəfər və Məhəmməd ibn Həsən Səffar kimi böyük şəxsiyyətlər də olmuşdur. Əgər onların göstərdiyi xidmət və fəaliyyətləri barədə yazsaq bu kitaba sığmaz. Onlar haqqında geniş məlumatı yalnız rical kitablarından ələ gətirmək olar. Bu cür şagirdlər yetişdirməkdən əlavə, bəzi vaxtlar müsəlmanlar üçün elə çətinliklər yaranır və müsəlmanlar elə çıxılmaz vəziyyətə düşürdülər ki, onu İmam Həsən Əskəri əleyhissalamdan başqa heç kəs həll edə bilmirdi. İmam bu cür hallarda öz imamət elmi sayəsində fövqəladə bir tədbir töküb müşkülü həll edir və müsəlmanları çıxılmaz vəziyyətdən qurtarırdı. Buna dair aşağıdakı 2 nümunəni göstərmək olar. A bəndi. Filosofun səhvi. İbn Şəhraşub yazır, İraq sakini İslam və ərəb filosoflarından biri hesab olunan İshak Kendi Qur'anın ziddiyyətləri adlı bir kitab yazır. O uzun müddət cəmiyyətdən aralanıb evdə oturaraq bu kitabı yazmışdı. Bir gün onun şagirdlərindən biri İmam Həsən Əskəri əleyhissalamın hüzuruna gəlir. İmam onu görcək buyurur. Sizin aranızda müəlliminiz Kendiyə cavab verə bilən rəşadətli bir kişi yoxdur. Şagird deyir, biz hamımız onun şagirdiyik və müəllimin səhvinə etiraz edə bilmərik. İmam buyurur, bəzi məsələləri sənə başa salsam, onu öz müəlliminə deyə bilərsənmi? Şagird, bəli deyə cavab verir. İmam buyurur, buradan qayıtdıqdan sonra müəlliminin yanına get və onunla ünsiyyətdə ol. Tamamilə ünsiyyət tapdıqdan sonra ona de ki, mənim üçün bir məsələ irəli çıxıb və onu sizdən başqa heç kəsin həll etməyə səlahiyyəti yoxdur. Məsələ isə budur ki, Qur'anı söyləyən şəxs sizin ondan başa düşdüyünüz mənadan başqa bir məna nəzərdə tuta bilərmi? O sənin cavabında deyəcək, ola bilər. Onda sən ona deyərsən ki, bəlkə Allah Taala Qur'anda buyurduğu ifadələrdən sizin başa düşdüyünüz mənadan başqa bir məna nəzərdə tutmuşdur. Lakin siz isə onun ifadəsini başqa mənaya yozursunuz. Sonra imam əlavə edərək buyurdu, o ağıllı adamdır. Bu məsələ onun səhvini özünə başa salmaq üçün kifayət edər. Şagird müəlliminin yanına gəlib imamın buyurduğu kimi etdi. Nəhayət məsələni ortaya atmağın vaxtı gəlib çatdı. O, imamın sualını bu cür irəli sürdü. Ola bilərmi ki, bir nəfər bir söz deyib ondan müəyyən bir mənanı nəzərdə tutsun, ancaq həmin mənanı oxucu yaxud dinləyici başa düşməsin. Başqa sözlə desək, bir sözü deyən şəxsin məqsədi həmin sözü dinləyən şəxsin başa düşdüyü məna ilə fərq edə bilərmi? İraqlı filosof diqqətlə şagirdin sualını dinləyib dedi. Sualını bir də de. Şagird sualı təkrar etdi. Müəllim biraz fikirləşib dedi, bəli, ola bilər ki, sözü deyən şəxs nəzərində müəyyən bir məna tutur, dinləyici isə onun nəzərində tutduğu mənadan başqa bir mənanı başa düşür. Belə bir sualı öz şagirdinin düşünüb deyə bilməməsini və onun fikrinə bu sualın gələ bilməməsini yaxşı başa düşən müəllim üzünü şagirdə tutub deyir, sənə and verirəm ki, həqiqəti mənə deyəsən. Bu sual hardan sənin fikrinə gəldi? Şagird deyir, belə bir sualın mənim fikrimə gəlməsinin nə eybi var? Müəllim, yox, sənin hələ bu məsələni başa düşməyinə çox var. De görün, bu sualı sənə kim deyib? Şagird, doğrusunu bilmək istəyirsənsə, bu sualı mənə İmam Həsən Əskəri əleyhissalam öyrədib. Müəllim, bax, indi düz dedin. Sonra müəllim əlavə edib dedi, bu cür suallar ancaq onların ailəsinə yaraşıb, yəni həqiqəti üzə çıxaran yalnız onlardır. Müəllim öz səhvini anlayıb başa düşdükdən sonra böyük bir ocaq qalanmasını əmr edir və öz nəzərinə görə Qur'anın ziddiyyətləri barədə yazdıqlarını da oda atıb yandırır. B bəndi. Rahibin əli açılır. Bir dəfə Samirədə bərk quraqlıq düşür. Xəlifə Mötəmid əmr edir ki, cəmaat istisqa namazına çıxsın. Cəmaat 3 gün dalbadal istisqa namazına gedib dua etsə də, lakin yağış yağmır. 4-cü gün isə xristiyan episkopların baş katoliki, rahiblər və xristiyanlarla birlikdə səhraya gedir. Rahiblərdən biri hər dəfə əlini göyə qaldırıb dua etdikdə dolu yağmağa başlayırdı. Sonrası gün baş katolik də həmin işi təkrar edir. O qədər yağış yağır ki, cəmaat daha yağış istəmir. Bu iş cəmaatın təəccübünə və müsəlmanların böyük bir qisminin İslam dinində şəkk edib xristiyanlığa meyl etməsinə səbəb olur. Xəlifə bu işdən narahat olur, məcbur olub zindanda olan İmam Həsən Əskəri əleyhissalamı saraya çağırtdırıb deyir,
Cəddin Peyğəmbər Salavatullahın ümməti yolunu azır, onların dadına çat. İmam Həsən Əskəri əleyhissalam buyurdu, baş katolik və rahiblərə de ki, sabah səhraya gəlsinlər. Xəlifə dedi, cəmaat daha yağış istəmir. Kifayət qədər yağış yağıb, daha səhraya getməyin nə mənası var? İmam buyurdu, şək şübhəni aradan götürmək istəyirəm. Xəlifə əmr edir ki, sabah xristiyanların başçısı rahiblərlə birlikdə səhraya getsin. İmam Həsən Əskəri əleyhissalam da çoxsaylı müsəlmanlarla birlikdə səhraya gedir. Baş katolik və rahiblər yağış yağması məqsədi ilə əllərini duaya qaldırırlar. Göy üzü tutularaq yağış yağmağa başlayır. Bu vaxt İmam Həsən Əskəri əleyhissalam buyurur ki, gedin filan rahibin əlində nə varsa çıxarın. Onun ovucunda bir parça qara rəngli adam sümüyü vardı. İmam sümük parçasını bir parçaya büküb rahibə buyurur. Yenə də Allahdan istə ki, yağış yağsın. Rahib yenə əlini göyə qaldırdı, ancaq bu dəfə əvvəlkindən fərqli olaraq bulud çəkilir və günəş çıxır. Cəmaat hamı təəccüblənib mat qalmışdı. Xəlifə imamdan soruşdu, bu sümük nədir? İmam Həsən Əskəri əleyhissalam buyurdu, bu peyğəmbərlərdən birinin sümüyüdür. Onu qəbirdən çıxarmışlar. Hansı peyğəmbərin sümüyü görünərsə, həmin an mütləq yağış yağmalıdır. Xəlifə imamı alqışladı. Sümüyü yoxlayıb gördülər ki, o həqiqətən də peyğəmbər sümüyüdür. Bu hadisə imamın zindandan azad olmasına və o həzrətin cəmaatın yanında hörmətinin daha da artmasına səbəb olur. İmam Həsən Əskəri əleyhissalam bu fürsətdən istifadə edib, onunla bir yerdə zindanda olan dostlarının azad edilməsini xəlifədən istəyir. Xəlifə imamın istəyini qəbul edib, onları da azad edir. 2. Şiələrlə əlaqə yaratmaq. İmam Həsən Əskəri əleyhissalamın dövründə bir çox şəhərlərdə şiələrin sayı artmış və onlar müxtəlif yerlərdə mərkəzləşdirilmişdilər. Küfə, Bağdad, Nişapur, Qum, Avi, Mədain, Xorasan, Yəmən, Rey, Azərbaycan, Samirra, Qorğan və Bəsrə kimi yerlər artıq şiələrin mərkəzinə çevrilmişdi. Bu şəhərlər arasında Samirra, Küfə, Bağdad, Qum və Nişapur bir sıra səbəblər üzündən xüsusi əhəmiyyətə malik idi. Şiə mərkəzlərinin çoxalması və müxtəlif yerlərdə olması onların həm imamət xətti ilə, həm də bir-biri ilə əlaqə saxlamaları üçün tənzimlənmiş bir əlaqə mərkəzi tələb edirdi. Belə ki, bu mərkəz onları siyasi və dini baxımdan idarə etməli idi. Belə bir mərkəzə olan ehtiyac artıq 9-cu imamın dövründən hiss olunmağa başlanmışdı. İmam Cavad əleyhissalam və İmam Əli Yənnəqi əleyhissalamın həyatından danışarkən artıq o vaxtdan belə bir mərkəzin yarandığını qeyd etmişdik. Bu iş İmam Həsən Əskəri əleyhissalamın dövründə də davam etdirilirdi. Tarixi qaynaqlara əsasən İmam Həsən Əskəri əleyhissalam şiələr arasında tanınmış şəxsləri seçib müxtəlif yerlərə nümayəndə göndərmiş. Onlarla əlaqə saxlayaraq bütün şiələrə nəzarət edə bilmişdir. Bu nümayəndələr arasında o həzrətin Nişapur şəhərindəki nümayəndəsi İbrahim İbn Əbduhu nümunə göstərmək olar. İmam Həsən Əskəri əleyhissalam İshaq İbn İsmail və Nişapur şiələrinə yazdığı geniş məktubda İslam ümmətinin hidayət edilməsində imamətin rolunu, imamlardan itaət etməyin nə dərəcədə vacib olduğunu izah etdikdən və imamın əmrindən çıxmamağı tapşırdıqdan sonra yazmışdır. İshaq, sən İbrahim İbn Əbduhu yanında mənim nümayəndəmsən. O da Məhəmməd Musa Nişaburu vasitəsilə ona göndərdiyim məktuba əməl etsin. Sən və şəhərinizdə olanların hamısı məktubda göstərilənlərə əməl etməlisiniz. İbrahim mənim məktubumu hamıya oxusun. Qoy heç kimdə şək şübhə qalmasın. Allahın sonsuz rəhməti İbrahim İbn Əbduha sənə və bizdən itaət edən bütün şəxslər olsun. Mənim bu məktubu oxumuş şəhərinizdəki bütün şiələrim və o tərəflərdə haqdan dönməyən bütün şəxslər bizə çatdırılacaq şəri vergiləri İbrahim İbn Əbduha, o isə raziyə ya da onun dediyi bir şəxsə təhvil verməlidir. Bu, mənim əmrimdir. Bu məktubdan şiələrin maddi vəziyyətini dirçəltməkdə böyük rol oynayan şəri vergilərin yığılması məsələsindən əlavə belə başa düşülür ki, imamın nümayəndələrinin müəyyən mərtəbələri olmuş, hər birinin fəaliyyət dairəsi həmin mərtəbəyə əsasən müəyyən edilmişdi.
Toplanmış şəri vergilər axırda əsas nümayəndəyə, ondan da birbaşa imama çatdırılmalı idi. İmam Həsən Əskəri əleyhissalam sanki İbrahim İbn Əbduhun fəaliyyət dairəsini müəyyənləşdirmək və onun mövqeyini möhkəmlətmək məqsədi ilə Abdullah İbn Həmdiveyh Beyhəqiyə yazdığı məktubda buyurur: Mən İbrahim İbn Əbduhu o tərəflərin və sizin məntəqənin şəri vergilərini toplamaq üçün təyin etmişəm. O şiyələr yanında mənim sədaqətli və etibarlı nümayəndəmdir. Təqvalı olun, özünüzü gözləyin, şəri vergilərinizi ödəyin. Heç kəs onu ödəməkdən boyun qaçırmaqda, ya onu gecikdirməkdə üzürlü sayılmır. Deyəsən, bəzi şiyələr İmam Həsən Əskəri əleyhissalamın İbrahim İbn Əbduh barədə yazdığı məktubda şəkk edib, onun saxtalaşdırıldığını zənn etmiş, buna görə də imam başqa bir məktubda yazmışdır. Oranın, yəni Nişapurun şəri vergilərinin toplanılması üçün İbrahim İbn Əbduhun mənim vəkilim olması barədə oxuduğunuz məktub mənim öz xəttimlədir. İmam Həsən Əskəri əleyhissalamın digər bir nümayəndəsi isə o həzrətin yaxın dostlarından və Qum şiyələrinin adlı sanlı şiyələrindən olan Əhməd İbn İshaq İbn Abdullah Qummi Əşəri olmuşdur. Bəzi rical mütəxəssisləri onu Qumlularla İmam Həsən Əskəri əleyhissalam arasında vasitəçi və o həzrətin yaxın dostlarından biri kimi qələmə vermişlər. Başqa alimlər isə onu imamın vəkil və nümayəndəsi bilmişlər. Biharul Ənvar kitabında gəlmiş bir hədisdən belə başa düşülür ki, o imamın Qumdakı nümayəndəsi olmuşdur. Görkəmli tarixçi Məhəmməd İbn Cərir Ət-Təbəri yazır: Əhməd İbn İshaq Qummi Əşəri, Əhməd İbn İshaq Qummi Əşəri, Şeyx Səduqun müəllimi və İmam Həsən Əskəri əleyhissalamın nümayəndəsi olmuşdur. İmam Həsən Əskəri əleyhissalam vəfat etdikdən sonra Həzrət-i Sahib-əz-Zaman əleyhissalamın nümayəndəsi olmuşdur. O həzrət ona məktublar yazır, o da Qum və onun ətraf məntəqələrindən şəri vergiləri toplayıb ona çatdırırdı. O, yəni Əhməd İbn İshaq, Qum şiyələrindən topladığı 160 kisə qızıl gümüşü İmam Zaman əleyhissalama çatdırır ki, bu da toplanmış şəri vergilərin küllü miqdarda olduğunu göstərir. Əhvazlı İbrahim İbn Məhziyar da İmam Həsən Əskəri əleyhissalamın nümayəndələrindən biri olmuşdur. O, topladığı bir qədər şəri vergini İmam Həsən Əskəri əleyhissalama çatdıra bilməmiş, o həzrətin şəhadətindən sonra İbrahim xəstələndiyindən oğlu Məhəmmədə vəsiyyət edir ki, yığılmış şəri vergiləri Həzrət-i Məhdi əleyhissalama çatdırsın. O, atasının vəsiyyətini yerinə yetirərək, atasının əvəzinə 12-ci imamın nümayəndəsi təyin olunur. İmam Həsən Əskəri əleyhissalamın nümayəndələrinin başında Məhəmməd İbn Osman əmri dururdu. Digər nümayəndələr isə onun vasitəsilə imamla əlaqə saxlayırdılar. Onlar adətən topladıqları şəri vergiləri Məhəmmədə, o isə onları İmam Həsən Əskəri əleyhissalama çatdırırdı. Qasidlər və məktublar. İmam Həsən Əskəri əleyhissalam şiə mərkəzlərində nümayəndələr təyin etməkdən əlavə, qasidlər vasitəsilə də şiyələrlə əlaqə saxlayır və bu yolla onların müşkülatını həll edirdi. Bu sahədə İmam Həsən Əskəri əleyhissalamın ən yaxın dostlarından biri olan Əbul-Ədyanın misilsiz xidmətlərini nümunə göstərmək olar. O, imamın məktublarını müxtəlif yerlərdə yaşayan şiyələrə çatdırır, eləcə də şiyələrin imama yazdığı məktubları, sualları, həmçinin onların çətinlik və müşkülatını, habelə imama göndərdikləri şəri vergiləri Samirəyə gətirərək imama çatdırırdı. Onun İmam Həsən Əskəri əleyhissalamın ömrünün son günlərində göstərdiyi fəaliyyəti barədə o həzrətin şəhadəti bölməsində şərh verəcəyik. Qasidlərdən başqa İmam Həsən Əskəri əleyhissalam məktublaşma yolu ilə də şiələrlə əlaqə saxlayır və onları öz hidayət qanadı altına alırdı. İmamın İbn Baba Veyhə yazdığı məktubu, bu məktublaşmalardan bir nümunədir. Bu barədə mühüm şiə ünsürlərini müşkülat qarşısında siyasi baxımdan qüvvətləndirmək bölməsində söhbət edəcəyik. Bundan əlavə o həzrət Qum və Avə şəhərlərinin şiyələrinə də 2 məktub yazmışdır. Bu məktublar hədis kitablarında dərc olunmuşdur. Müxtəlif münasibətlərlə o həzrətin yazdığı başqa məktublar da var.
Bir rəvayətə görə İmam Həsən Əskəri əleyhissalam şəhadətindən bir neçə gün qabaq Hicrətin 260-cı ili Rəbiül Əvvəl ayının 8-də Mədinə cəmaatına çoxlu məktub yazmışdır. 3. Gizli siyasi fəaliyyətlər. Abbasilər hökumətinin son dərəcə nəzarətinə baxmayaraq, İmam Həsən Əskəri əleyhissalam bir sıra gizli siyasi fəaliyyətlər aparmış, bu fəaliyyətlər zamanı çox incə və gizli metodlardan istifadə edərək saray casuslarının gözündən uzaq olmuşdur. Bu fəaliyyətlərə dair çoxlu nümunələr vardır, lakin biz aşağıda qeyd etdiyimiz 2 nümunə ilə kifayətlənirik. 1. İmam Həsən Əskəri əleyhissalamın ən yaxın və səmimi dostlarından olan Osman İbn Səid Əmri yağ satmaq adı altında gizli fəaliyyət göstərirdi. Şiələr şər'i vergilərini imama göndərmək istəyəndə onu Osmana verir, o isə yağ qablarına qoyub onu imama çatdırırdı. 2. İmam Həsən Əskəri əleyhissalamın hamamını qızdırmaq üçün odun daşıyan Davud İbn Əsvəd deyir: Bir gün imam məni çağırıb mənə qalın, uzun və dairəvi bir çubuq verib buyurur ki, bu çubuğu apar ver Osman İbn Səidə. Mən çubuğu götürüb yola düşdüm. Yolda bir nəfər su daşıyanla rastlaşdım. Onun qatırı yolu kəsmişdi. O məndən qatırı kənara çəkmək üçün kömək istədi. Mən imamın verdiyi çubuğu qaldırıb qatırı çəkdim. Çubuq sındı, gözüm çubuğun içərisində olan məktublara sataşdı. Tez çubuğu qoltuğuma vurub geri qayıtdım. Su daşıyan isə məni söyə-söyə qaldı. İmamın evinə çatdıqda o həzrətin xadimi qabağıma çıxıb dedi: Ağa deyir ki, nə üçün çubuğu qatıra vurub sındırdın? Dedim ki, bilmirdim ki, çubuğun içərisində məktub var. İmam buyurdu: Nəyə görə elə bir iş görürsən ki, sonradan üzr istəməli olasan? Bundan sonra bir də belə bir iş görmə. Əgər eşitsən ki, bir nəfər bizi söyür, yenə də işin olmasın, çıx yolunu get. Biz çox pis şəhərdə yaşayırıq. Sən ancaq öz işini gör. Bunu da bil ki, sənin bütün işlərin bizə çatdırılır. Bu hadisədən məlum olur ki, İmam Həsən Əskəri əleyhissalam gizli məktubları çubuğun arasına qoyub sir saxlayan və etimadını doğrultmuş Osman İbn Səidə göndərir. Özü də bu işi vəzifəsi hamam qızdırmaq üçün odun daşıyan və heç kəsin gümanına gəlməyən bir şəxsə tapşırır. Ancaq onun ehtiyatsızlığı ucbatından az qala bu sirin üstü açılacaqdı. 4. Şiələri maddi cəhətdən təmin etmək. İmam Həsən Əskəri əleyhissalamın fəaliyyətlərindən biri də şiələri, xüsusən də yaxın dostlarını maddi cəhətdən təmin etmək idi. O həzrətin həyatı barədə mütaliə edilsə, bəzi vaxtlar şiələrdən bir neçəsinin imamın hüzuruna gedib yoxsulluqdan şikayətlənməsinin, imamın da onların maddi ehtiyacını ödəməsinin şahidi olarıq. Hətta bəzi vaxtlar onlar özləri şikayətlənməzdən qabaq, imam özü onların maddi ehtiyacını aradan qaldırırdı. İmam Həsən Əskəri əleyhissalam bu hərəkəti şiələrin maddi çətinlik ucbatından hökumətə tərəf cəlb olunmasının qarşısını alırdı. Buna dair aşağıdakı nümunələri qeyd etmək olar. 1. Əbu Haşim Cəfəri deyir: Maddi cəhətdən çox pis vəziyyətə düşmüşdüm. Vəziyyətimi məktub vasitəsilə İmam Həsən Əskəri əleyhissalama bildirmək istədim. Ancaq utandığımdan bu fikirdən əl çəkdim. Evə gəldikdə imam mənim üçün 100 dinar pul göndərib məktubda da yazır ki, nə vaxt ehtiyacın oldu, bizə xəbər ver, utanma. Allahın sayəsində öz istədiyinə çatarsan. 2. Əli İbn Zeyd Ələvi deyir: İmam Həsən Əskəri əleyhissalam mənə bir qədər pul verib buyurur: Get bu pulla özün üçün bir kəniz al, sənin kənizin ölüb. Evə qayıtdıqda gördüm ki, doğrudan da kənizim ölüb. 3. Əbu Haşim Cəfəri deyir: Maddi çətinliyim barədə imama xəbər çatdırdım. O həzrət mənə 500 dinar pul verib buyurdu ki, Əbu Haşim bunları götür, az olsa bizi bağışla. 4. Əbu Tahir İbn Bilal bir dəfə həcc ziyarətinə gedib orada görür ki, Əli İbn Cəfər külli miqdarda pul paylayır. Həcdən qayıtdıqdan sonra hadisəni İmam Həsən Əskəri əleyhissalama çatdırır. İmam onun cavabında yazır: Əvvəl demişdim ona 100.000 dinar versinlər. Sonra bir o qədər də əlavə etdik. Ancaq o bizi nəzərə alıb bunu qəbul etmədi. Bu hadisədən sonra Əli İbn Cəfər imamın hüzuruna gedir və imamın əmrinə əsasən ona 30.000 dinar pul verirlər. Bu hadisədən belə başa düşülür ki, Əli İbn Cəfər Hicazda külli miqdarda pul paylamışdır. Onun payladığı pulların hara sərf edildiyi hədisdə müəyyən edilməsə də, onun miqdarından belə başa düşülür ki, bu
geniş və qabaqcadan hazırlanmış bir proqram əsasında qurulmuş və təbii ki, ehtiyacı olan sayılıb seçilmiş, mübarizə aparan şiə başçıları həmin puldan istifadə etmişlər. Şübhəsiz ki, bu iş İmam Həsən Əskəri əleyhissalamın göstərişi və maddi köməyi ilə həyata keçmişdir. İmam Həsən Əskəri əleyhissalamın şəraitinin məhdud olmasına baxmayaraq, bu kimi böyük məbləğlərin ödənilməsi heç də təəccüblü gəlməməli, yaxud inkar edilməməlidir. Çünki imamın siyasi-ictimai fəaliyyəti Əbbasi hökumətinin ciddi nəzarəti altında olsa da, müxtəlif yerlərdə yaşayan çoxsaylı şiələr o həzrətə külli miqdarda pul, yəni şəri vergilər göndərirdilər. Məsələn, tarix deyir, Qorqan, yəni Corcan şəhərindən bir nəfər İmam Həsən Əskəri əleyhissalamın hüzuruna gəlib yerlilərinin göndərdiyi şəri vergiləri o həzrətin Mübarək adlı xadiminə təhvil verir. Yaxud Cəbəl məntəqəsindən bir nəfər Ələvinin vasitəsilə imamın yanına gəlmiş şəxs o həzrətə 4000 dinar pul verir. Yaxud bundan qabaq qeyd etdiyimiz kimi imamın Qumdakı nümayəndəsi Əhməd İbn İshaq şiələrdən topladığı 160 kisə qızıl gümüşü o həzrətə çatdırır. Bunlardan əlavə İmam Həsən Əskəri əleyhissalamın müxtəlif şəhərlərdə olan nümayəndələri külli miqdarda şəri vergi toplamış, lakin onu imamın şəhadətinə qədər o həzrətə göndərə bilmədiklərindən İmam Zaman əleyhissalama çatdırmışlar. Buna misal olaraq Əli İbn Məhziyarın topladığı, onun vəfatından sonra isə oğlu Məhəmmədin İmam Zaman əleyhissalamın nümayəndəsinə çatdırdığı külli miqdarda pulu qeyd etmək olar. Həmçinin Cəbəl əhalisindən olan bir nəfərin yanındakı 700 dinar, eləcə də İmran Həmədani adlı bir şiədəki 500 dinarı buna misal göstərmək olar. 5. Mühüm şiə şəxsiyyətlərini müşkülat qarşısında siyasi baxımdan qüvvətləndirmək. İmam Həsən Əskəri əleyhissalamın ən əsas fəaliyyətlərindən biri də şiələrin görkəmli şəxslərini siyasi mübarizə çətinlikləri qarşısında şiə amalını müdafiə etmək məqsədi ilə himayə etməsi olmuşdur. Şiələrin görkəmli nümayəndələri çətinliklərlə üzləşdiyindən İmam Əskəri əleyhissalam müxtəlif məqamlarda yeri gəldikcə onlara təskinlik verib, öz himayəsi altına alır, çətinliklər, yoxsulluq, təzyiqlər qarşısında daha dözümlü olmaları və böyük siyasi-ictimai məsuliyyətlərini, dini vəzifələrini layiqincəsinə yerinə yetirmələri üçün onları ruhlandırırdı. Məhəmməd İbn Həsən İbn Meymun deyir, bir dəfə İmam Həsən Əskəri əleyhissalama bir məktub yazıb, kasıbçılıqdan şikayətləndim. Ancaq sonra öz-özümə dedim ki, məgər İmam Sadiq əleyhissalam buyurmayıbmı ki, bizimlə birgə kasıb yaşamaq, başqaları ilə varlı yaşamaqdan, bizimlə birlikdə ölmək, düşmənlərlə birgə yaşamaqdan yaxşıdır? İmam Həsən Əskəri əleyhissalam cavabında yazdı, bizim dostlarımızın günahları çoxaldıqda Allah-u Teala onları kasıblıqla imtihana çəkir. Bəzi vaxtlar onların bir çox günahlarından keçir. Özün dediyin kimi bizimlə kasıb yaşamaq başqaları ilə varlı yaşamaqdan yaxşıdır. Biz bizə arxalananlar üçün arxa, bizdən hidayət diləyənlər üçün bir nuruq. Biz azğınlıqdan qurtarmaq üçün bizə üz tutmuş şəxslərin gözətçisiyik. Bizi istəyən şəxslər Allah dərgahında yüksək mərhələdə bizimlə birlikdə olacaqlar. Bizim yolumuzu getməyənlər isə cəhənnəmə tərəf getməli olacaqlar. İmam Həsən Əskəri əleyhissalamın böyük şiə fəqihlərindən biri olmuş Əli İbn Hüseyn İbn Babaveyh Qummiyə yazdığı məktubda bu məsələyə dair bir sübut ola bilər. İmam bu məktubda bir sıra lazımi məsləhətləri qeyd etdikdən sonra yazır. Səbirli ol, imamın zuhurunu gözlə. Peyğəmbər salavatullah buyurmuşdur ki, mənim ümmətim üçün ən yaxşı əməl zuhuru gözləməkdir. Şiələrimiz oğlum İmam Zaman əleyhissalam zuhur edənə qədər daima qəm-qüssə içərisində olacaqlar. Peyğəmbər salavatullah onun barəsində buyurub ki, yer üzü zülm və haqsızlıqla dolduğu zaman o gəlib yer üzünü haqq ədalətlə dolduracaq. Ey mənim etibar etdiyim böyük fəqih, səbr et, şiələrimizi də səbirli olmağa çağır. Yer kürəsi Allahın ixtiyarındadır və bəndələrindən kimi istəsə, yer kürəsinə hakim seçər. Yaxşılıq yalnız təqvalılara, Allahdan qorxanlara məxsusdur. Sənə və bütün şiələrə Allahın rəhmət və bərəkəti olsun. 6. Qeybi məlumatlardan geniş şəkildə istifadə etmək.
Məlumdur ki, imamlar Allahla əlaqə olmaları sayəsində qeybi məlumatlardan bəhrələnmiş, İslam əsasının yaxud ümmətin ali məsləhətləri təhlükə ilə üzləşdiyi zaman onlar da bu məlumatlardan bir növ hidayət vasitəsi kimi istifadə etmişlər. İmamların qeyb aləmindən xəbər vermələri onların həyatında mühüm yer tutur. İmam Həsən Əskəri əleyhissalamın həyatı ilə tanış olduqda isə məlum olur ki, o həzrət digər imamlara nisbətən qeybi məlumatlarından daha çox istifadə etmişdir. Dövrümüzün müasir alimlərindən birinin təhqiqatına əsasən, İmam Həsən Əskəri əleyhissalamın qeybi məlumatlardan istifadə etdiyi məqamlardan Qütb-i Ravəndi Xaric kitabında 40-ını, Seyyid Bəhrani Mədinətül Məaciz kitabında 134-ünü, Şeyx Hürr-i Amili İsbatül Hudad kitabında 136-sını, Əllamə Məclisi isə Biharul Ənvar kitabında 81-ini qeyd etmişdir. Bu isə o deməkdir ki, o həzrət qeybi məlumatlardan çox geniş şəkildə istifadə etmişdir. Belə başa düşülür ki, bu işin səbəbi İmam Həsən Əskəri əleyhissalam və atası İmam Əli Yənnəqi əleyhissalamın düşdüyü vəziyyətin çətinliyi olmuşdur. Çünki İmam Əli Yənnəqi əleyhissalam məcburi şəkildə Samirəyə köçdükdən sonra daima ciddi nəzarət altında olmuş, buna görə də oğlu İmam Həsən Əskəri əleyhissalamı bütün şiyələrə özündən sonraki imam kimi tanıtdırmağa fürsət tapmışdır. Digər tərəfdən də bu işə həyata keçirmək, özündən sonraki imam təyin etmək, onu hökumət qarşısında ciddi təhlükə ilə üzləşdirirdi. Məhz buna görə də İmam Həsən Əskəri əleyhissalamı sonraki imam kimi tanıtdırıb, şiələrdən onun üçün beyət almaq məsələsi İmam Əli Yənnəqi əleyhissalamın ömrünün son aylarında həll olunmuşdur. Hətta İmam Əli Yənnəqi əleyhissalam vəfat edərkən, şiələrin bir çoxu İmam Həsən Əskəri əleyhissalamın imam olduğunu bilmirdi. Bəzi tarixçilərin fikrincə bu məsələdə başqa bir səbəb öz təsirini göstərmişdir. O da bəzi şiələrdə İmam Həsən Əskəri əleyhissalamın qardaşı Məhəmməd İbn Əlinin hələ İmam Əli Yənnəqi əleyhissalamın dövründə imam olmasına inam yaranması olmuşdur. Onlar buna görə də ona İmam Əli Yənnəqi əleyhissalamın yanında hörmət göstərirdilər. Ancaq İmam Əli Yənnəqi əleyhissalam onların bu fikrinə qarşı mübarizə aparır və onlarda oğlu İmam Həsən Əskəri əleyhissalamın imam olduğuna dair inam yaratmağa çalışırdı. İmam Əli Yənnəqi əleyhissalamın şəhadətindən sonra İbn Mahəviyyə kimi bəzi xainlər bu əqidəni əllərində bayraq tutaraq, cəmaatı İmam Həsən Əskəri əleyhissalamın imam olması fikrindən yayındırırdılar. Bu amillər cəm olaraq bəzi şiyələrdə İmam Həsən Əskəri əleyhissalamın imam olmasına aid şək-şübhə yaratmışdı. Onların bəziləri imamı yoxlamaq fikrinə düşür. Bəziləri isə bu barədə imamla məktublaşırdılar. Bu şək-şübhələr o dərəcəyə çatmışdı ki, İmam Həsən Əskəri əleyhissalam bu barədə bəzi şiyələrə yazdığı cavabda ürək ağrısı ilə buyururdu. Ata-babalarımdan heç birinin imaməti, şiyələrin mənim imamətim məsələsində şəkk etdikləri kimi şəkkə düçar olmamışdır. İmam Həsən Əskəri əleyhissalam bu şək-şübhələri aradan qaldırmaq, eləcə də öz dostlarını təhlükədən qurtarmaq, yaxud onları arxayınlaşdırmaq və ya azğınları düz yola yönəltmək məqsədi ilə məcbur olurdu ki, həqiqət üzərindən pərdələri kənara çəkib, qeyb aləmindən xəbər versin. Bu isə müxaliflərin nəzərini cəlb etmək, eləcə də şiyələrin imanını möhkəmlətmək üçün istifadə olunan ən yaxşı metod idi. Əbu Haşim Cəfəri deyir, hər dəfə İmam Həsən Əskəri əleyhissalamın yanına gedəndə, onda imamətə dair yeni bir nişanə müşahidə edirdim. İmam Həsən Əskəri əleyhissalamın bu sahədəki mövqeyi məlum olduqdan sonra o həzrətin gələcək hadisələr barədə qabaqcan verdiyi məlumatların bir neçəsini oxucuların nəzərinə çatdırırıq. 1. İmam Həsən Əskəri əleyhissalamın ən yaxın və səmimi dostlarından olan Məhəmməd İbn Əli Səməri deyir, İmam Əskəri əleyhissalam bir məktub vasitəsilə mənə bildirdi ki, sizə bir bəla üz verəcək, özünüzü gözləyin. 3 gündən sonra Bəni Haşim qəbiləsi arasında ixtilaf yaranır. İmama məktub yazdım ki, dediyiniz bəla budurmu? İmam cavab yazdı ki, xeyr, bu o deyil, özünüzü gözləyin. Bir neçə gündən sonra xəlifə Möhtəz öldürüldü. 2.
İmam Həsən Əskəri əleyhissalam xəlifə Mötəzzin qətlindən 20 gün qabaq İshaq ibn Cəfər Zübeyriyə məktub yazaraq tapşırır. Öz evində otur, bu yaxınlarda mühüm bir hadisə baş verəcək. İshaq ibn Cəfər Zübeyri deyir ki, Bureyhə öldürüldükdən sonra imama məktub yazıb dedim ki, dediyiniz hadisə baş verdi. İndi nə edim? İmam onun cavabında buyurdu ki, dediyim hadisə başqa hadisədir. Çox çəkmir ki, Mötəz də öldürülür. 3. Məhəmməd ibn Həmzə Sərvi deyir, İmam Əskəri əleyhissalamın yaxın dostlarından olan Əbu Haşim Cəfərinin vasitəsilə o həzrətə məktub yazaraq varlanmağım barədə dua etməsini istədim. O həzrət öz xətti ilə mənə cavab yazıb bildirdi. Gözün aydın olsun. Allah tezliklə səni varlandıracaq. Əmi oğlun Yəhya ibn Həmzə vəfat edib və heç bir vərəsəsi yoxdur. Tezliklə onun 100 min dirhəm pulu sənə yetişəcək. 4. Əbu Haşim Cəfəri deyir, mən zindanda idim, vəziyyətimin ağır olmasından İmam Həsən Əskəri əleyhissalama şikayət etdim. İmam mənə məktub yazıb bildirdi ki, bugün günorta namazını öz evində qılacaqsan. Çox çəkmir ki, zindandan azad olub, imamın buyurduğu kimi namazımı öz evimdə qıldım. 5. Əhməd ibn Məhəmməd deyir, Abbasi xəlifəsi Muhtədi mövliyaları kütləvi şəkildə qırmağa başlayarkən, İmam Həsən Əskəri əleyhissalama məktub yazıb dedim. Allaha şükür olsun ki, xəlifənin başı qarışıb və sizə əziyyət verməyə fürsət tapmır. Eşitmişəm ki, o sizi təhdid edərək deyirmiş ki, bunları yer üzündən silib qurtarmaq lazımdır. İmam cavabında öz xətti ilə yazır. Onun bu təhdidləri icra etməyə ömrü çatmayacaq. Bugündən saymağa başla. Düz 6-cı gün zillət və alçaqcasına öldürüləcək. 6 gündən sonra imamın buyurduğu kimi Muhtədi öldürülür. 6. Cəfər ibn Məhəmməd Qəlanisi deyir, həyat yoldaşı hamil olan qardaşım Məhəmməd, İmam Həsən Əskəri əleyhissalama məktub yazıb ondan xahiş edir ki, yoldaşının doğuşunun asan və uşağının oğlan olması üçün Allaha dua etsin. İmam onun cavabında yazır, Allah Taala sənə oğlan uşağı bağışlayar. Məhəmməd və Əbdürrəhman adlarının ikisi də gözəl addır. Onun yoldaşı əkiz oğlan uşağı doğur. Birinin adını Məhəmməd, o birininkini isə Əbdürrəhman qoyurlar. 7. Məhəmməd ibn Əyyaş deyir, bir neçə nəfər yığışıb İmam Həsən Əskəri əleyhissalamın fəzilətləri barədə söhbət edirdik. Bir nəfər nasibi, yəni Əhl-i Beytin düşmənlərindən dedi, mən ona mürəkkəbsiz bir məktub yazacağam. Əgər o mənim məktubuma cavab yazsa, onun haqq olduğunu qəbul edərəm. Hərə öz məsələləri barədə imama məktub yazdı. Nasibi də bir vərəq üzərinə mürəkkəbsiz nə isə yazıb imama göndərdi. İmam Əskəri əleyhissalam bizim cavablarımızı məktuba yazdı. Nasibinin yazdığı məktubun üzərinə isə onun özünün və atasının adını yazdı. Nasibi bunu gördükdə huşunu itirir. Huşa gəldikdən sonra imamın haqq olduğunu qəbul edib şiyələrə qoşuldu. 8. İsmail ibn Məhəmməd deyir, bir gün gedib İmam Həsən Əskəri əleyhissalamın qapısının ağzında oturdum. İmam evindən çıxanda kasıblıqdan şikayətlənib and içdim ki, hətta bir dirhəm belə pulum yoxdur. İmam mənə buyurdu, 200 dinar torpağa bastırdığın halda and içirsən ki, pulum yoxdur. Bunu ona görə demirəm ki, sənə pul verməyəm. Sonra üzünü xadiminə tutub buyurdu, üstündə nə qədər pul varsa ver ona. Xadim mənə 100 dinar pul verdi. Mən Allaha şükür edib geri döndüm. Bu vaxt İmam Əskəri əleyhissalam buyurdu, qorxuram ki, gizlətdiyin o 200 dinar sənə lazım olan vaxt onu tapmayasan. İmamın bu sözündən sonra pulları gizlətdiyim yerə gedib oranı qazdım. Pullar yerində idi. Götürüb yerini dəyişdim və elə bir yerə qoydum ki, heç kəsin xəbəri olmasın. Bu hadisədən bir müddət keçdi, pula ehtiyacım oldu. Pulları gizlətdiyim yerə getdim. Qazıb pulları yerində görmədikdə çox narahat oldum. Sonra bildim ki, oğlum pulların yerini tapıb onları götürüb getmişdir. Bir sözlə, imamın buyurduğu kimi gizlətdiyim pullardan mənə bir şey nəsib olmadı. 9. Hələbi adlı bir şəxs deyir, Samirada yığışıb İmam Həsən Əskəri əleyhissalamı yaxından görmək üçün onun evdən çıxmasını gözləyirdik. Bu vaxt o həzrətdən bizə aşağıdakı məzmunda bir məktub gəldi. Heç kim mənə salam verməsin və heç kim əli ilə mənə tərəf işarə etməsin. Yoxsa canınız təhlükəyə düşər.
Mənim yanımda cavan bir oğlan dayanmışdı. Ondan soruşdum ki, hardansan? Cavab verdi ki, Mədinə şəhərindənəm. Dedim, buraya nə üçün gəlmisən? Dedi, İmam Həsən Əskəri əleyhissalamın imaməti barədə bir balaca mübahisə yaranmışdı. Ürəyim sakit olsun deyə gəlmişəm ki, ondan ya bir söz eşidəm, ya da bir nişana müşahidə edəm. Mən Əbu Zər Qəffarinin nəvələrindənəm. Bu vaxt İmam Həsən Əskəri əleyhissalam öz xadimi ilə birlikdə evdən çıxdı. Bizə çatanda mənim yanımda durmuş cavan oğlana baxıb buyurdu. Sən Qəffarinin nəslindənsən? Oğlan cavab verdi ki, bəli. İmam Əskəri əleyhissalam buyurdu. Anan Həmdəviyyə necədir? Oğlan cavab verdi ki, yaxşıdır. Bu qısa söhbətdən sonra imam bizim yanımızdan uzaqlaşdı. Mən üzümü cavan oğlana tutub dedim. Onu bundan qabaq görmüşdün? O, xeyr deyə cavab verdi. Dedim, sənin üçün bu kifayət edirmi? Cavab verdi ki, bundan az da kifayət edərdi. 10. Cəfər ibn Məhəmməd deyir, biz İmam Həsən Əskəri əleyhissalam ilə birlikdə yol gedirdik. Mən istəyirdim ki, bir uşağım olsun. Ürəyimdə dedim ki, ey İmam Həsən Əskəri əleyhissalam, görəsən mənim uşağım olacaq? Bu vaxt o həzrət mənə baxıb, başı ilə işarə etdi ki, bəli, uşağın olacaq. Ürəyimdə dedim, görəsən uşağım oğlan olacaq? İmam başı ilə işarə etdi ki, xeyr. Bir neçə gündən sonra Allah Teala bizə bir qız uşağı verdi. 11. Əli ibn Məhəmməd ibn Ziyad deyir, bir gün İmam Həsən Əskəri əleyhissalamdan mənə bir məktub gəldi. Məktubda yazılmışdı, səni bir təhlükə gözləyir, evdən çıxma. Elə bu ərəfədə mənim üçün bir çətinlik irəli çıxdı, mən çox narahat oldum. İmama məktub yazıb soruşdum ki, dediyiniz təhlükə budurmu? İmam cavab yazdı ki, xeyr, dediyimiz təhlükə bundan da pisdir. Çox çəkmədi ki, Cəfər ibn Mahmuda görə ciddi nəzarət altına düşdüm. Belə ki, hökumət məni tutan şəxs üçün 100.000 dirhəm pul mükafat təyin etmişdi. 7. Şiələri 12-ci imamın qeybə çəkilməsi dövrü üçün hazırlamaq. Hər hansı bir cəmiyyətin rəhbər və imamının qeybə çəkilməsi qeyri-təbii bir hadisə olduğundan, eləcə də ona inanmaq və onun qeybə çəkilməsi nəticəsində qarşıya çıxan çətinliklərə dözmək, cəmaat üçün son dərəcə çətin olduğundan, İslam Peyğəmbəri sallallahu aleyhi və səlləm və həmçinin İmam Həsən Əskəri əleyhissalamdan qabaqki imamlar yavaş-yavaş cəmaatı bu məsələ ilə tanış edir və onlarda bu məsələyə dair inam yaratmağa çalışırdılar. 12-ci imamın qeybə çəkiləcəyi dövr yaxınlaşdıqca, cəmaatda bu məsələyə dair inam yaratmaq səyi İmam Əli Yənnəqi əleyhissalam və İmam Həsən Əskəri əleyhissalamın dövründə daha çox hiss olunurdu. Necə ki, İmam Əli Yənnəqi əleyhissalamın həyatından danışarkən qeyd etdik ki, o həzrət öz işlərini əsasən nümayəndələr vasitəsilə həyata keçirir və özü isə çox nadir hallarda şəxsən şiələrlə əlaqədə olurdu. İmam Həsən Əskəri əleyhissalamın dövrünə gəldikdə isə bu məsələ özünü daha çox büruzə verirdi. Çünki İmam Həsən Əskəri əleyhissalam bir tərəfdən Həzrət Məhdi əleyhissalamın anadan olmasına təkid etməsinə baxmayaraq, onu yalnız özünün ən yaxın şiə dostlarına göstərir, digər tərəfdən də özü ilə şiələrin əlaqəsi azalaraq məhdudlaşırdı. Belə ki, hətta Samirra şəhərinin şiələrinin suallarına, müraciətlərinə, məktubla və ya nümayəndələr vasitəsilə cavab verərək, onları imamın qeybə çəkiləcəyi dövrün çətinliklərinə dözməyə və imamla nümayəndə vasitəsilə əlaqə saxlamağa alışdırırdı. Sonralar 12-ci imamın özü də kiçik qeyb dövründə bu vasitədən istifadə etmiş və şiələri böyük qeyb dövrünə hazırlamışdır. Qeyd etdik ki, İmam Həsən Əskəri əleyhissalamın ən yaxın dost və şiələrindən bəziləri İmam Zaman əleyhissalamı görməyə nail olurdular. İndi həmin məqamlardan birini nümunə olaraq oxucuların diqqətinə çatdırırıq. Həzrəti Məhdi əleyhissalamın qeybə çəkiləcəyi barədə qabaqcadan xəbər vermə. İmam Həsən Əskəri əleyhissalamın ən yaxın və ən səmimi dostlarından olan Əhməd ibn İshaq deyir, İmam Həsən Əskəri əleyhissalamın yanına gedib ondan sonraki imam barədə soruşmaq istəyirdim. Mən sual verməzdən qabaq o həzrət üzünü mənə tutub buyurdu. Ey Əhməd ibn İshaq, Allah Teala Həzrət Adəm əleyhissalamı yaratdığı gündən qiyamət gününə qədər yer üzünü bir an olsun belə ilahi hüccətsiz qoymayıb və qoymayacaq. Allah həmin hüccətin hesabına
yer üzündəki bəlanı dəf edərək cəmaata rəhmət yağışı göndərir və yerin alt təbəqələrində gizlənmiş nemətləri üzə çıxarır. Mən ona dedim, sizdən sonra imam kim olacaq? Bunu deyəndən sonra o həzrət qalxıb o biri otağa keçdi və çox çəkmədi ki, qucağında sifəti 14 gecəlik ay parçası kimi parıldayan təxminən 3 yaşlı bir uşaqla geri qayıtdı. Sonra isə mənə buyurdu, Əhməd, əgər Allah və imamlar yanında hörmətin olmasaydı, oğlumu sənə göstərməzdim. Onun adı Peyğəmbər Salavatullahın adından, künyəsi Peyğəmbər Salavatullahın künyəsindəndir. Dünya zülm və haqsızlıqla dolduğu zaman o gəlib hər tərəfi haqq ədalətlə dolduracaq. O, uzun ömürlü olması baxımından bu ümmət arasında Xızır və Zülqərneyn kimi olacaq. O uzun müddətli qeybə çəkiləcək və bir çoxları qeyb dövrünün həddən artıq uzun çəkəcəyinə görə bu barədə şəkk edəcək. Təkcə Allahın onun imamətinə möhkəm əqidədə saxladığı və onun zuhurunun tez baş verməsi haqqında dua etməyə nail olan şəxslər azğınlıqdan qurtaracaqlar. Həqiqətin parlaq siması. Hökumət nümayəndələrinin İmam Həsən Əskəri əleyhissalama qarşı olan düşmənçiliklərinə baxmayaraq, bəzi vaxtlar o həzrətin mənəvi məqamı onları elə təsirləndirirdi ki, onlar imamı tərifləyib ona hörmətlə yanaşmaq məcburiyyətində qalırdılar. Ubeydullah ibn Xaqan hökumətin əsas işçilərindən biri idi. Onun oğlu Əhməd Qum şəhərində şəri vergiləri toplamaq işinə baxırdı. O imamlara qarşı əks mövqedə dururdu. Həsən ibn Məhəmməd Əşəri, Məhəmməd ibn Yəhya və başqaları qeyd etmişlər ki, bir gün Ubeydullahın oğlu Əhmədin məclisində şiyələrdən və onların əqidəsindən söhbət açılır. Əhməd deyir, mən Samirə şəhərində Ələvlərdə vüqar, nəcabət, fəzilət və əzəmət baxımından öz ailəmiz və bütün Bəni Haşim arasında İmam Həsən Əskəri əleyhissalam kimi şəxs görməmişdim. Onların nəsli ona qocalar və qəbilə başçılarından çox hörmət edirdilər. Onun mövqeyi ordu başçıları, vəzir, vəkil, ümumiyyətlə bütün cəmaat arasında da bu cür idi. Yadıma gəlir ki, bir gün atamın yanında olarkən qapçılar gəlib dedilər ki, Əbu Muhammed İmam Həsən Əskəri əleyhissalam içəri gəlmək istəyir. Atam uca səslə onlara dedi ki, qoy gəlsin. Mən qapçıların atamın yanında onun adını künyə ilə və hörmətlə çəkməsindən çox təəccübləndim. Çünki atamın yanında xəlifə, vəliəhd və adını künyə ilə çəkilməsinə xəlifə tərəfindən icazə verilmiş şəxsdən başqa heç kəsin adını künyə ilə çağırmadılar. Bu vaxt buğdayı, xoş qamətli, gözəl sifətli, yaraşıqlı, vüqarlı bir cavan içəri daxil oldu. Atam onu görəcək yerindən qalxıb onu qarşılamaq üçün bir neçə addım irəli getdi. Mənim yadıma gəlmir ki, atam o vaxta qədər Bəni Haşimdən yaxud ordu başçılarından birini o cür qarşılamış olsun. Atam onunla qucaqlaşıb üz-gözünü öpməyə başladı. Daha sonra əlindən tutub öz namaz qıldığı yerdə əyləşdirdi. Özü isə onunla üzbəyiz oturub söhbət etməyə başladı. Atam onunla söhbəti zamanı arabir qurbanın olun, başına dönüm ifadələrini işlədirdi. Mən gördüyüm bu hadisədən təəccüb edirdim. Birdən qapçılardan biri gəlib dedi ki, xəlifənin qardaşı Müvəffəq bura gəlmək istəyir. Adətən Müvəffəq gəlməzdən əvvəl qapçılar və onun xüsusi ordu başçıları sarayın qapısından atamın oturduğu, yəni işlədiyi yerə qədər fəxri qaravulda dayanar, Müvəffəq də gəlib onların qarşısından keçərdi. Bəli, atamın bütün diqqəti İmam Həsən Əskəri əleyhissalamda idi və fasiləsiz olaraq onunla söhbət edirdi. Atam Müvəffəqin xüsusi xadimlərini görəndə o həzrətə dedi, qurbanın olun, istəyirsinizsə siz gedin. Qapçılara tapşırdı ki, Müvəffəq görməsin deyə onu fəxri qaravulun arxa tərəfindən aparın. İmam Həsən Əskəri əleyhissalam ayağa qalxdı. Atam da durub onunla qucaqlaşaraq ayrıldı. O otaqdan çıxıb getdi. Mən atamın xadim və qapçılarına dedim, bu şəxs kim idi ki, onun adını atamın hüzurunda künyə ilə çağırırdınız və atam onunla bu cür rəftar edirdi. Onlar cavab verdilər ki, o ələvlərdən biri İbn-i Rıza adı ilə tanınmış Həsən İbn Əli əleyhissalam, İmam Həsən Əskəri əleyhissalam idi. Mən biraz da təəccübləndim və o gün axşama qədər onun haqqında və atamın onunla o cür rəftar etməsi barədə fikirləşdim. Adətən atam xifdən işa namazından sonra oturub xəlifəyə çatdırılası məlumatları araşdırırdı. Namazı qılıb qurtardıqdan sonra gəlib onun yanında oturdum. Onun yanında heç kəs yox idi. Atam məndən soruşdu,
Əhməd, işim var, dedim, bəli, ata. İcazə verirsənsə deyim. Dedi, icazə verirəm, de. Mən dedim, ata, səhər gördüyüm o kişi kim idi ki, sən ona o cür hörmət edir, danışığında qurbanın olum ifadəsini işlədərək özünü, ata-ananı ona fəda edirdin. Atam dedi, oğlum, o Rafizilərin imamı İbn-i Riza adı ilə tanınmış Həsən İbn-i Əli, İmam Həsən Əskəri əleyhisselam idi. Sonra biraz sükut etdi. Mən də sakitcə oturmuşdum. Atam davam edib dedi, oğlum, əgər Bəni Abbas hakimiyyətdən geçsə, Bəni Haşimdə hakimiyyətə gəlməyi ondan başqa heç kimin səlahiyyəti yoxdur. Bu da onun fəzilət, ismət, ibadət, gözəl əxlaq və ləyaqətinə görədir. Onun atası da fəzilətli və böyük bir şəxsiyyət olmuşdur. Atamın bu sözlərindən nigarançılığım və atama nifrətim daha da artdı. Artıq İmam Həsən Əskəri əleyhisselam haqqında məlumat toplamaqdan başqa heç bir fikrim qalmamışdı. Onun haqqında istər Bəni Haşimdən, istər ordu başçılarından, istər yazıçılardan, istər qazı və fəqihlərdən, istərsə də digər cəmaatdan nə soruşdumsa, hamı onun adını son dərəcə hörmətlə xatırladı. Hamı onu müsbət qələmə verir və öz tayfa və qəbilə başçılarından üstün tuturdu. Beləliklə də ona hörmətim artdı, çünki onu həm dostları, həm də düşmənləri yaxşı adla xatırlayaraq tərifləyirdilər. İmam Həsən Əskəri əleyhisselamın şəhadəti və faydasız kələklər. İmam Həsən Əskəri əleyhisselamın cəmiyyət arasındakı nüfuz və hörmətinin günbəgün artmasından nigaran olan Abbasi xəlifəsi Mötəmid, cəmaatın o həzrəti olan diqqətinin artdığını, zindanın, təzyiq və işgəncələrin mənfi nəticə verməsini gördükdə, öz köhnə kələklərinə əl atıb imamı gizlincəsinə zəhərləyir. Şiə aləminin görkəmli alimi Təbərsi yazır. Bizim alimlərimizin əksəriyyəti yazmışlar ki, ata-babası və ümumiyyətlə bütün imamlar şəhid olduğu kimi, İmam Həsən Əskəri əleyhisselam da zəhərlənmə nəticəsində şəhid olmuşdur. Tanınmış şiə alimi Kəfəmi yazır. Onu, yəni İmam Həsən Əskəri əleyhisselamı Mötəmid zəhərləmişdir. 4-cü əsr hicri tarixi ilə şiə alimlərindən olan Məhəmməd İbn Cərir İbn Rüstəm Ət-Təbəri də qeyd edir ki, İmam Həsən Əskəri əleyhisselam zəhərlənmə nəticəsində şəhadətə qovuşmuşdur. İmam Həsən Əskəri əleyhisselamın Əbbasi hökuməti tərəfindən öldürülməsinin nişanələrindən biri, Mötəmidin o həzrətin zəhərləndiyi günlərdə imamın ölümünü adi və təbii bir ölüm kimi qələmə verməsi üçün etdiyi səylərdir. Sünni məzhəbinin görkəmli alimlərindən biri olan İbn Səbbaq Maliki, Abbasilər sarayında işləyən Ubeydullah İbn Xaqanın dilindən yazır. İmam Həsən Əskəri əleyhisselam vəfat edərkən Abbasi xəlifəsi heyrətamiz bir halda idi. Biz onun bu halından təəccübləndik. Onun xəlifə olduğundan belə bir hala düşməsini heç fikrimizə belə gətirməzdik. İmam Həsən Əskəri əleyhisselam zəhərlənərkən xəlifə hamlıqla saray alimlərindən olan 5 yaxın dostunu onun evinə göndərir. Xəlifə onlara tapşırır ki, İmam Əskəri əleyhisselamın evində qalıb, baş verən bütün hadisələri ona xəbər versinlər. Eyni zamanda o, bir neçə nəfəri o həzrətə xidmət etmək üçün onun evinə göndərir. Həmçinin xəlifə Qazi İbn Bəxtiyara tapşırır ki, etibar etdiyi şəxslərdən 10 nəfərini seçib, gecə-gündüz İmam Əskəri əleyhisselamın halına nəzarət etmək üçün onun evinə göndərsin. 2-3 gündən sonra xəlifəyə xəbər verilir ki, İmam Əskəri əleyhisselamın halı çox ağırdır və çətin ki, yaxşılaşsın. Xəlifə onlara tapşırır ki, o həzrətin evinə daha da ciddi nəzarət edilsin. Onlar da xəlifənin dediyinə əsasən İmam Həsən Əskəri əleyhisselam vəfat edənə qədər o həzrətin evinə nəzarəti daha da artırırdılar. İmam Həsən Əskəri əleyhisselamın şəhadət xəbəri Samirəyə yayıldıqda, şəhərdə ah, nalə, şivən səsi ucalmağa başlayır və bütün dükan, bazar bağlanır. Bəni Haşim, divan işçiləri, ordu başçıları, şəhər qazıları, şairlər, vəkil və şahidlər, adi cəmaat, hamı o həzrətin dəfn mərasiminə getdi. Sanki həmin gün Samirədə qiyamət qopmuşdu. İmam Həsən Əskəri əleyhisselamın cənazəsi dəfn üçün hazır olduqda, xəlifə öz qardaşı İsa ibn Mütəvəkkili o həzrətin meyyit namazını qılmağa göndərir. Cənazə namaz qılmaq üçün yerə qoyulduqda İsa irəli gedib o həzrətin üzündən kəfəni kənara atır və onu Ələvilərə, Abbasilərə, qazılara,
yazıcı və şahidlərə göstərərək deyir: "Bu İmam Həsən Əskəri əleyhissalamdır. O təbii ölüm nəticəsində vəfat etmişdir. Xəlifənin filan xadimləri də buna şahiddir." Sonra cənazənin üzünü örtüb ona namaz qılır və dəfn edilməsini əmr edir. Əlbəttə qeyd etmək lazımdır ki, xəlifənin qardaşının İmam Həsən Əskəri əleyhissalamın cənazəsinə meyyit namazı qılması simvolik bir məna kəsb edirdi və hökumət imamın şəhadətinin səs-küyünün qarşısını almaq üçün bu addımı atırdı. Əslində isə Şiə alimlərin dediyinə görə İmam Məhdi əleyhissalam özü o həzrətin cənazəsinə xüsusi meyyit namazı qılmışdır. Cəfər Kəzzabın əbəs yerə etdiyi səy. Əbül-Ədyan deyir: "Mən İmam Həsən Əskəri əleyhissalamın xadimlərindən biri idim və o həzrətin məktublarını müxtəlif şəhərlərə aparırdım. İmam xəstə olduğu son günlərdə onun yanına getdim. O həzrət bir neçə məktub yazıb buyurdu: Bunları Mədainə apar, sən 15 gün Samirədə olmayacaqsan. 15-ci gün şəhərə gəldikdə isə görəcəksən ki, mənim evimdən şivən səsi gəlir və mənim meyyitimi qüsul verməyə qoyublar. Mən dedim: Ey mənim ağam, bəs onda sizdən sonraki imam kim olacaq? Buyurdu: Məktubların cavabını səndən istəyəcək şəxs. O həzrət buyurdu: Mənim cənazəmə meyyit namaz qılan şəxs məndən sonra imam olacaq. Dedim ki, başqa bir nişanə verin. İmam buyurdu: Kəmərin arasındakı şeydən xəbər verəcək şəxs məndən sonraki imamdır. İmamın heybəti və əzəməti kəmərin arasındakı şeyin nə olduğu barədə soruşmağıma mane oldu. İmamın verdiyi məktubları Mədainə apardım. Cavabları alıb 15 gündən sonra Samirəyə qayıtdıqda İmamın buyurduğu kimi o həzrətin evindən şivən səsinin gəldiyini eşitdim. İmamın qardaşı Cəfər Kəzzab imamın evinin kənarında oturmuş, şiələrdən bir dəstəsi də onu dövrəyə alıb başsağlığı verir, digər tərəfdən də imam seçilməsi münasibəti ilə onu təbrik edirdilər. Mən bu hadisədən çox təəccübləndim və öz-özümə dedim ki, əgər Cəfər imam seçilibsə, onda imamətin vəziyyəti dəyişilmişdir. Çünki mən onun şərab içməsini, qumar oynamasını, çalıb oynamasını öz gözlərimlə görmüşdüm. Mən də irəli gedərək ona başsağlığı verib, imam seçilməsi münasibəti ilə onu təbrik etdim. Ancaq o məndən heç nə soruşmadı. Bu vaxt İmam Həsən Əskəri əleyhissalamın evinin xadimi Uqeyd evdən çıxıb Cəfərə dedi ki, qardaşının nəşini kəfənlədilər, gəlin ona namaz qılın. Cəfər evə daxil oldu. Şiələr onun dövrəsini əhatə etmiş, Osman İbn Səid Əmri və Sələmə adı ilə məşhur olmuş Həsən İbn Əli isə onların qarşısında durmuşdular. İmam Həsən Əskəri əleyhissalamın həyətinə daxil olduqda, o həzrətin nəşini kəfənləyib tabuta qoymuşdular. Cəfər meyyit namazı qılmaq üçün irəli keçdi. Namaza başlamaq istərkən buğdayı, qarasaç və qabaq dişləri bir-birindən biraz aralı olan bir uşaq evdən çıxıb, Cəfərin paltarından yapışaraq onu kənara çəkir və deyir: Əmi, çəkil kənara, atama meyyit namazını mən qılmalıyam. Üz-gözündən narahatçılığı açıq-aşkar hiss olunan Cəfər kənara çəkilir. O uşaq İmam Həsən Əskəri əleyhissalamın cənazəsinə namaz qılır, sonra isə imamı öz evində atası İmam Əli Yənnəqi əleyhissalamın yanında dəfn edirlər. Sonra həmin uşaq üzünü mənə tutub dedi: Ey Bəsirəli kişi, apardığın məktubların cavablarını ver. Məktubların cavabını ona verib öz-özümə dedim: Bu iki nişanə, yəni cənazəyə namaz qılmaq, məktubların cavablarını istəmək, bircə qaldı kəmərin arasındakı şeydən xəbər vermək. Cəfərin yanına gəldikdə səs-küyü aləmi basmışdı. Haciz Vəşşa Cəfərdən soruşur: O uşaq kim idi? O, bu sualla yalandan imamlıq iddiası edən Cəfəri məhkum etmək, yəni susturmaq istəyirdi. Cəfər cavab verir ki, Vallah, heç bu vaxtacan onu görməmişdim, tanımıram. Biz orada oturmuşduq ki, bir də gördüm Qum şəhərindən bir neçə nəfər gəlib, İmam Həsən Əskəri əleyhissalamı soruşdular. İmamın dünyadan köçdüyünü bildikdə dedilər: İmamın canişini kimdir? Oradakılar Cəfəri göstərdilər. Onlar Cəfərə salam verib başsağlıq və təbrik dedilər. Sonra isə dedilər: Bir neçə məktub və bir qədər pul gətirmişik. Buyurun görək, məktubları kim yazmış və pullar nə qədərdir? Cəfər bu sualdan narahat olub ayağa qalxdı və paltarının tozunu çırpa-çırpa dedi: Bunların fikri budur ki, biz qeybdən xəbər verək. Bu vaxt evdən bir xadim çıxıb dedi: Məktubları filan kəslər yazmış, kəmərin arasında isə
1000 dinar pul vardır. Özü də onlardan 10 dənəsini qızıl suyuna çəkiblər. Qumdan gələnlər məktubları da, pulları da xadimə verib dedilər: "Səni kim kəmərin dalınca göndəribsə, imam da məhz odur." Faydasız səylər. Öz xam xəyalına görə İmam Həsən Əskəri əleyhissalamı şəhid etmiş, Abbasi xəlifəsi Mötəmid elə hesab edirdi ki, öz istədiyinə çatmış və artıq onun öz başına hakimiyyətinin qarşısında heç bir maneə qalmamışdır. Ancaq daha da arxayın olsun deyə yeni bir hiləyə əl atır ki, bu da onun son dərəcə məqampərəst olduğunu və imam övladı tərəfindən olan nigarançılığını göstərir. O bir neçə nəfəri İmam Əskəri əleyhissalamın evinə göndərib onlara tapşırır ki, imamın evinə gedib orada olan bütün şeyləri yoxlayıb möhürləsinlər. Digər tərəfdən də İmam Həsən Əskəri əleyhissalamdan bir uşaq qalması xəbərini eşitdiyi üçün onu tapıb ələ keçirmək fikrinə düşür. Bu məqsədlə o bütün uşaq tutan qadınlara, yəni mamalara tapşırır ki, İmam Həsən Əskəri əleyhissalamın bütün kəniz və arvadlarını müayinədən keçirsinlər. Onlardan hansının hamilə olduğunu görsələr mütləq xəbər versinlər. Rəvayət olunmuşdur ki, mamalardan biri imamın kənizlərinin birindən şübhələnib xəlifəyə xəbər vermişdi. Xəlifə əmr edir ki, həmin kəniz müəyyən bir yerdə saxlanılsın və bu xəbərin doğru ya yalan olması müəyyən olunsun deyə xəlifənin xüsusi xadimi Nəhir bir neçə qadınla birlikdə ona nəzarət etsin. Həmin kəniz 2 il nəzarət altında saxlanılsa da, axırda onun hamilə olmadığı, verilmiş xəbərin isə yalan olduğu məlum oldu. Mötəmid İmam Həsən Əskəri əleyhissalamdan heç bir övlad qalmadığını və bundan sonra şiələrin heç bir imamı olmayacağını sübut etmək məqsədi ilə əmr edir ki, o həzrətin bütün qalmış mirasını onun anası ilə qardaşı Cəfər arasında bölüşdürsünlər. Ancaq şiələr öz əqidələrindən dönməyib, imaməti öhdəsinə götürmüş digər bir imamın, o həzrətin övladının olması fikrində idilər. Çünki onlardan bir çoxu imamın oğlunu görmüşdü. Xorasan əyalətində Yaqub İbn Leys Səfari qiyam qaldırana qədər, həmçinin Ubeydullah İbn Yəhya İbn Xaqanın qəfil ölümünə və sahib Əz-Zənc Bəsrə şəhərində qiyam edənə qədər 12-ci imamın tapılması məqsədi ilə İmam Həsən Əskəri əleyhissalamın ailəsinə qarşı müxtəlif təzyiqlər davam edirdi. Yuxarıda qeyd etdiyimiz hadisələr irəli gəldikdən sonra isə Abbasilər hökuməti bütün qüvvəsini bu hərəkətlərin qarşısını almağa yönəldir və artıq imamın ailəsinə qarşı təzyiqlərə fürsət qalmır.